Orxan bəy, bugünkü kartımızda nə var? Bugünkü qara qutumuzda bir ananın qəhrəmanıdır. Dünyanın ən çirkin qadını kimi tanınan bir qadını tanıyırsan. Onun adı Mary Bevan'dır. Bu adın arxasında böyük fədakarlıq dayanır. Mary əslində cavanlığında gözəl bir tibb bacısı olub. Sadəcə olaraq 32 yaşında nadir bir xəstəliyin nəticəsində sümükləri böyüməyə başlayıb, bədən üzvləri böyüməyə başlayıb və bu qadın demək olar ki, çirkin bir vəziyyətə düşüb. Həyat yoldaşı vəfat edəndə Mary'nin 4 dənə uşağı var idi. Həyat yoldaşı rəhmətə gedəndən sonra bu ağır xəstəliyin nəticəsində heç kim ona iş vermədi və bu insan ağır bir qərar almağa məcbur oldu. O, sirklərdə və digər şovlarda bir personaj olaraq çalışmağa başladı. İnsanlar ona güldülər, onu təhqir etdilər. Amma buna ona baxmayaraq 4 uşağının xatirinə ana hər bir şeyə dözdü. Hər bir çətinliyə, hər bir sözə. Və günlərin bir günü Amerikada keçirilən dünyanın ən çirkin qadın yarışmasında birinci yerdir. Bu xəstəlik ucbatından 1933-cü ildə vəfat etdi. Amma arxasında böyük bir ana fədakarlığı, böyük bir nümunə qoydu getdi. Baxmayaraq ki, o çirkin idi, amma əslində gözəl bir qəlbli ana olaraq dünyaya vida elədi.